Mən keçən dəfə Təhsil Nazirinə açıq məktub yazdım video ilə bağlı öz kanalımdan. Xankəndində niyə texnopark yaradılmır universitetin nəzdində? Amerika, Trump icazə verdi ki, Nvidia həmin o çipləri Çinə satsın. BlackRock adi şirkət, adi deyəndə 13 trilyon dollar vəsaiti idarə edən şirkətdir. Amma bunun bugünkü gün görüşməyi o deməkdir ki, Ukrayna artıq infrastruktur kimi bir hissəsi BlackRock-a veriləcək. Müəyyən hallar var ki, katibələr bütün prosesləri həll eləyirlər. Biz texnologiya və iqtisadiyyat sahəsində niyə bunu təkrarlaya bilmirik? Yəni, faktiki olaraq bu artıq Nazirlər Kabinetinin və nazirlərin işidir. Süni intellekti gələcəyi lazım deyil, Azərbaycanın gələcəyi vacibdir. Keçən dəfə siz demişdiniz, 100 milyardlarla pul qoyulur bu sahəyə, data mərkəzlərinə. Birinci o data haqqında danışaq, sonra o nəyə görə pul qoyulur? Gələcəyi nədir bunun? Süni intellekt üçün biz başlayanda danışanda mən dedim ki, bir əsas məsələ infrastrukturdur, ondan sonra olan alqoritmlər və proqramlardır. Data mərkəzlərində xüsusi GPU serverlərdən istifadə olunur. Ona görə də bugün data mərkəzlərinin yaradılması üçün həmin o GPU platalara ehtiyac var. Bunun da 95%-in Nvidia şirkəti istehsal edir. Bu yaxında Amerika, Trump icazə verdi ki, Nvidia həmin o çipləri Çinə satsın. İcazə vermədilər, yəni satmaq üçün. Və faktiki olaraq o datalar nəyə lazımdır? Həmin o süni intellektdən istifadə eləmək üçün məlumatlar lazımdır, datalar lazımdır. Həmin o məlumatlar həmin o serverlərdə olmalıdır ki, o birisi serverlərlə işləmir. Faktiki olaraq onun içində başlayırlar həmin o məlumatlarla işləməyə və alqoritmlər qurulmağa. Dünya bugünkü gün bunun ətrafında mübarizəyə qalxır. Biz gəlsək ki, mining məsələsinə, bu kriptovalutadan başlayıb Bitcoin'dən və sonra digər kriptolarda bu miningin üzərində işləyir. Faktiki olaraq sonunda nə baş verir? Elektrik enerjisinin qiymətinə əsasən son məhsulun qiymətinin çıxardılması. Bütün bu proseslərin içində elektrik enerjisidir, avadanlıqlardır, soyuducu sistemlərdir və sonunda məhsul çıxır. Faktiki olaraq bugün bütün süni intellektlə məşğul olan qurumlar, şirkətlər və yaxud da məhsul çıxardan şirkətlərin hamısında o serverlərin bazaları lazımdır. Amma bir çox yerlərdə o yoxdur və deməli bunlar kimdənsə kirayə götürməlidir. Bugün kirayə bazarı da ciddi şəkildə işləyir. Bütün bunlara görə də regionlar başlayıblar bunun əsasında öz daxili serverlərini yaratmağa milli. Nəyə görə? Çünki datanın çölə çıxıb geri qayıtması riskləri artırır. Yəni götürək ki, biz burada bugünkü gün istifadə etdiyimiz bütün süni intellekt Amerika harda qoyubsa ChatGPT məsəl üçün serveri ora gedir. Və bir çox insanlar da bağlamırlar ki, orada yazılıb ki, mənim datamdan istifadə eləmək olar ya yox. Hər insanın istifadə elədiyi bütün sözləri, tələbləri onlar öz sisteminə qoşur və başlayır orada istifadə eləmək. Ona görə də bütün bu sistemlərin içində indi hansı ölkələrdə ciddi şəkildə o infrastruktur olacaq, orada inkişaf olacaq. Məsəl üçün, Səudiyyə Ərəbistanı 100 milyard mən bilənə görə müqavilə bağlayıb, Birləşmiş Ərəb Əmirlikləri region üzrə olub. Yəqin ki, Azərbaycan da müəyyən miqdarda alacaq, çünki bizdə elektrik enerjisi ucuzdur. Müəyyən zamanda bu dayanacaq və bunu düzgün istifadə eləmək məsələsi gələcək. İnfrastrukturu qurub dağıtmaq məsələsi. Yadıma düşən bir məsələ var, bir kanal var idi, orada dünyada olan gəzib göstərirdilər nələrisə və mən bilən Afinada bir stadiona girdi və göstərdi ki, xarabalıqdır. Həmin o stadion Olimpiya oyunları üçün tikilmişdi və göstərdi ki, 3 il bundan qabaq həmin stadionda dünya baxırdı Olimpiya oyunları, ondan sonra bu dağıldı. Yəni, ümumiyyətlə götürəndə bu infrastrukturların çoxu sabah heç kimə lazım olmaya bilən dəmir yığınağına çönə biləcək. Mən həmişə deyirəm ki, insanlara başlamanda suyun qiyməti ilə hesablayıram. Su şəhərdə ucuzdur. Məsəl üçün, keçən dəfə aeroportda qeydlə üzbəüz 5 evro, 7 evroya su aldım mən, balaca su. Halbuki həmin su 1 evro 50 sentdir. Deməli, yeri haradırsa qiymət oradadır. Faktiki olaraq bütün bu infrastrukturun qurulması ola bilsin ki, çoxlu pulun xərclənməsi üçündür və sonra pullar silinəcək. Siz o çiplərə fikir versəz ki, bu çiplər qoyulub 5 il ərzində məsəl üçün də bunun amortizasiyası. Ola bilsin ki, 3 ildən sonra yeni çıxan dataları bunlar idarə edilməyəcəklər. Mənim yadıma düşür 91-ci ildə mənim birinci aldığım kompüter nə qədər zəif idi, o mənə o qədər sürətli görsənirdi ki, indiki kompüterlər 100 min dəfə sürətlidir, amma biz bəzi hallarda yenə problemlə üzləşirik ki, bugünkü dataları onlar idarə edə bilmirlər. Ona görə burada baş verən bütün bu proseslər çox lazımlı və riskli proseslərdir. Nəyə oxşamaq lazım deyil də, qonşu mağaza açdı, mən də açım.
ideologiya lazımdır, strategiya lazımdır. Nə cür mən bunu istifadə eləyəcəm. Və ən pis məsələ nədir? Mən gördüyüm məsələdə insan özünün 5 qəpiklik nəyinəsə çox dəyər verir, amma dövlətin 5 milyonluq nəsə avadanlığın rahat şəkildə sındıra bilir. Və başa düşmür ki, bu cəmiyyətin gələcəyidir, xalqın gələcəyidir, dövlətin gələcəyidir. Və dövlət malına qarşı münasibət Sovet sistemindən dəyişməyib işte də. Oğurluq eləyib aparmaq məsələsi bu gündə belə axmaq bir psixologiya qalır. Mən bəzən görəndə ki, nə cür istifadə olunur o texnikalar, adam doğrudan da belə biraz ürəyi ağrıyır ki, bu belə. Məsəl üçün, güclü kompüteri kiminsə yaxın adamı var, onun üçün güclü kompüter, amma IT ilə məşğul adama zəif kompüter qoyurlar. Bu adam ancaq onu yandırır, söndürür. Yəni, ümumi baxanda da. Ona görə də indi ağıllı adamlara, strategiyaya ciddi ehtiyac var. Və əgər bu düzgün şəkildə qəbul olunmayacaqsa, gələcək çox bədbin olacaq. Düşüncə kodu. Onu necə izah eləyək izləyicilərimizə? Düşüncə kodu nədir? Maraqlı mövzudur. Sizin təklif elədiyiniz mövzudur. Yəni sizin məşğul olduğunuz sahədə mənə də maraqlı gəldi. Bilirəm. Mən onu, yəni çox dərin bir mövzudur. Bunun üçün yəni ümumiyyətlə başa düşmək lazımdır ki, birinci ki, bizim düşüncə nədən ibarətdir? Ən vacib olan məsələ həyatda qorxu hissləridir. Yəni biz qorxunun təsiri altında bir çox işləri görürük və bizim beyin və şuuraltı düşüncə bizi qorxutmaqla məşğuldur. Biz planlaşdırdıqda nəysə, avtomatik olaraq qorxular çıxır ki, ora getmək olmaz, orada bu var, samolyot yıxıla bilər, yəni nəsə ola bilər, samolyotda yolda bu ola bilər. İnsanlar bu qorxu hisslərinin təsiri altında yaşayırlar və bəzən bizim o düşüncə, yeni işləri görmək üçün, iş yerini dəyişmək üçün, yeni ailə həyatı qurmaq və yaxud da ki, ailədən getmək, bütün bu suallar hamısı bizim düşüncədən asılıdır. Bir çox insanlar o düşüncəni o qədər qorxuya təslim ediblər ki, artıq faktiki olaraq bunların düşüncəsində problem yaranıb. Ona görə də o kodun tapılması lazımdır ki, insan kimdir? Özü. Və özü-özünə qiymət verməyi bacarmalıdır. Biz özümüzə qıraqdan baxmağı bacarmalıyıq. Baxın, məsəl üçün, insan geyinir, ətir vurur, çıxır çölə. Və bu elə bilir ki, o daxilində olan adamı görür hamı. Hamı ancaq tamam başqa adamı görür. Yəni, əgər sən əsəbisənsə, əsəbi formada seçilən makiyaj və yaxud da ki, sərt ətir və yaxud da ki, o paltar insanlara səni bugünkü olan sənin hansı formada, hansı muddasan, yəni onu göstərəcək. Əhvalını çatdıracaq, hə? Və əhvalını. Və ona görə də ən vacib olan müşleniya, düşüncə kodu nədir? Sən əgər bugünkü gün normal, harmonik vəziyyətdə deyilsənsə, çalışmalısan kontaktları minimuma indirmək. Sən başa düşməlisən ki, bu da sənin bir tərəfindir. Amma bu sənin yaxşı olmayan tərəfindir. Və mən bir məsləhət görərdim, əgər bugün qulaq asanlara, axşam vaxtı yatmamışdan qabaq 5 dəqiqə fikirləşsinlər ki, hansı hərəkətlər eləyiblər və o hərəkətlərin içində ən pis hansıdır. Və çalışsınlar onları fiks eləməyə ki, sonra onları təkrar eləməsinlər. Bədənin də dili var. Müəyyən hallarda bizdə beyin işlənir. Bir də vacibdir ki, o pis elədiyini dərk eləyir, yoxsa yox? Onun pis hərəkət olduğunu dərk eləyir, ya yox? İnsan həmişə hiss eləyir. Mən sizə bir dənə resurs verə bilərəm ki, məsəl üçün, kimlənsə danışırsınız və yaxud da nəsə hərəkət edirsiniz. Proses bitən kimi öz halınızı fiksasiya eləyin. Siz məsəl üçün, şəndə keyfiniz düşdü, qalxdı, həmin o hal, siz həmin halda biləsiniz ki, siz nəyi düz ya nəyi pis elədiniz. Burada yəni elə bir böyük narazılıq hissi, hə? Bəli, təbii. Siz məsəl üçün nəyəsə nail olmursa, amma evə girəndə belə elə bir kefdəsiz ki, yəni ki, elə bir ki, siz məğlub olun. Bəzi hallarda məğlub olursan, amma sənin üçün daha yaxşı olur o. Vicdanın rahat olur. Məsəl üçün, mən ümumiyyətlə bir dənə frazam var mənim ki, insanlara deyirəm ki, vicdanı vəbşi söndürmək lazım. Doğru. Fıqayı. Əgər sizin standartlar varsa necə yaşamaq empat olmaq olar? Vicdanı söndürərək necə empat olmaq olar? Yaxşı, emosional şəkildə lazım olmayan hərəkətlər eləmək yaxşıdır. Yox. Baxın, yəni ki, götürək ki, insan görür ki, kimisə döyürlər küçədə. Gedir kömək eləmək, bunu bıçaqla vururlar, bu ölür və bunun uşağı qalır. Yaxşı işdir. Yəni, ümumiyyətlə, düşüncədə... Gücün nisbətini anlamaq lazımdır da, hə? O vəziyyətdə, situasiyada gücün nisbətini. Düzgün qərar vermək lazımdır. Düzgün qərar vermək lazımdır. İnsanları cəlb eləmək lazımdır. Olarsa polisə zəng eləmək lazımdır. Və yaxud da kiməsə, yəni, insan araya girmək məsələsi düzgün məsələ deyil. Ya da ki, kimisə işdən çıxardırlar, o ağlayır ki, mən yetimləri saxlayıram, nə edirəm və sən gəlsən ki, məni çıxardın, o qalsın. O qədər adam görmüşəm ki, başqasına görə eləyib o məsələləri, amma eləməsə ondan yaxşıydı.
Bu yəni bu vicdan deyil. Bu bilirsiniz nədir? Məni sevin də mən yaxşıyam axı. O sevilməyən insanlar da Razıyam. onlar elədiyi hərəkətlər sevgini pulla almaq üçündür. Qəhrəman olmaq istəyi, qəhrəman Bəli, o da görsənmək. var. O da var O bir da çox insanlarda. sevgi aclığından irəli gəlir yəqin ki. Erich Fromm'un kitabı var. İskustvo любить. Yəni Hı -hı. sevgi Sevmə sənəti. sənəti, sənəti. Burada söhbət nədən gedir kitabda? Deyir, niyə insanlar şəkil çəkməyi öyrənirlər, mahnı oxumağı və yaxud da ki, yəni alətlərdə niyə sevgini öyrənmək istəmirlər? Niyə bunu hesab eləmirlər ki, bu da bir sənətdir? Doğrudan da bu elədir. Hər insan sevməyi bacarmır. Və bəzi insanlarda elə bil ki, bu Allah tərəfindən cəzalandırılmalıdır ki, bu adam sevə bilir. İnsan özünü sevmək üçün elədiyin hərəkətləri analiz eləməlisən və sənin ideologiyan nədir? Enerjidən danışdınız, enerji ehtiyatlarına. Mən 4-5 il bundan qabaq eşidirdim ki, qıtlıq olacaq. İndi belə başa düşürəm ki, bu enerji və su ehtiyatları belə bu dataları saxlamaq üçün lazım imiş kimi görsənir. Suyun da təzə başa düşdüm ki, bu soyutma sistemi kimi istifadə olunur. Siz bir mütəxəssis kimi mənim dediklərimə biraz düzəliş eləyib, məntiqli bəlkə bir formaya salardınız. Azərbaycan ümumiyyətlə özünün elektrik enerjisi cəhətdən tam şəkildə təmin eləyib. Yəni bizdə olan tikilən və halda tikilməkdə olan elektrik stansiyaları və digər stansiyalar tam təmin. Ona görə də biz eksport da eləyə bilirik. Yəni elektrik enerjisi və qiymətlər bizdə çox ucuzdur. Ümumi içməli su ehtiyatlarına gəlsək, yəni bizdə bu ehtiyatlar çox-çox azdır. Lazım olduğundan və bu gələcəkdə problemlər kimi görsənir. İndi o soyutma sistemlərində təkcə su olacaqmı və yaxud da ki, digər sistemlər, kondisioner sistemi ola bilər və hətta biz keçən dəfə müzakirə eləyəndə dağ rayonlarında əgər internet ciddi ola bilən yer varsa, orada tikmək daha yaxşı olar, elə böyük yer də lazım deyil də. Yəni, təbii soyuqluğu götürmək məsələsi. Biri var, yəni, Bakı şəhərində eləmək, bir də var ki, hansısa dağda, haradakı bir neçə ay qar olur, nə olur, nə olur. Yəni, amma buna baxmaq lazımdır internet nöqteyi nəzərdə. Burada ən vacib olan məsələ, bu gün istifadə olmaq üçün hər şey var. Amma nə qədər? Məsəl üçün... Nə qədər kifayət eləyəcək? Bəli, bəli. 100 milyard deyirlər, investisiya qoyulur da. Götürək ki, orada 10 min, 50 min, məsəl üçün 100 min GPU serverlərdir. Bugün OpenAI və Elon Musk'ın özündə 1 milyondan çox həmin o serverlər. Və zamanında bunlar bunu çox ucuz alıblar. Və o qiymət deyil. Yəni, bugünkü gün o texnologiya liderləri o qədər pul qoymayıblar ora. Baxın, yəni, biri var, yəni, kimsə 5 manat alıb, kimsə alır 500 manat. Warren Buffett'ın bir sözü var, deyir ki, bir çox insanlar girişdə almalı olduqlarını çıxışda alırlar. Çıxışda qiymət çox şişir. O biz bayaq danışdığımız yəni sabun köpüğü deyilən bir şey var. Bəli. Və o nətər molla deyir, mən felə düşmüşəm, niyə oynayırsan, bax o məsələ. Yəni mollanın gününə qalmaq lazım deyil. Guy Kawasaki'nin kitabı var, Startup. Bu Apple'ın evangelistlərindən biri olub. Bugün Silikon Dolina'da yaşayır və onun yazdığı kitabın içində göstərilən məsələlərdən biri o idi ki, əgər sən yeni məhsul və yaxud da ki, yeni servis çıxartmaq istəyirsənsə, bunu birinci 10 nəfər qadına göstər. Niyə qadına? Həmin o biz danışdığımız məsələ. Çünki kişilərin genində ubiyça, yəni öldürən, yəni mən birinciyəm, mən onu öldürəcəm, mən birinci olacam. Amma qadınlarda daha çox sacidaniya, yaratmaq məsələsi var, yenilik, gözəllik məsələsi və bu ən vacib məsələlərdən biridir. Bir də ki, yaradılan məhsulun gözəl olması yaxşıdır, amma bunun funksional olması vacibdir. Sən əgər nəyisə bazara çıxardıb satmaq istəyirsənsə, sən başa düşməlisən ki, bunu sənin anan, atan, bacın, qardaşın ala bilər. Sən istəyirsənmi onlar o pulu verib alsınlar ona? İstəmirsənsə bu məhsulu çıxartmaq olmaz. Ümumiyyətlə dünyada yenilik yaradan insanların hamısı digər insanların həyatını dəyişmək istəyiblər. İstəməsələr mümkün deyil. Baxın, yəni ki, əgər qulaq assaz intervyulara o milyarderlərin, Elon Musk, bunlar hamısı çox maraqlı filosofiyalardan danışırlar. Elon Musk'ın intervyusuna baxırsan, deyir ki, mən başa düşmək istəyirəm ki, bizim missiya nədir? Əgər bizim missiyanı bu dünyanı dəyişmək qoyulmuşdusa, niyə bu qədər problemlərdən keçirik də biz? Mənə elə gəlir ki, bizə Allah Taala buraxıb ki, eksperimentlər eləyin, baxın, görün nə baş verəcək. Yəni, faktiki olaraq belə baxırsan ki, milyardlar, artıq trilyona yaxınlaşır onun varidatı, amma yəni bu Allahla bağlılıq və ümumiyyətlə filosofiyalar, xətə bu insan artıq göyə buraxılan, yəni raketlər buraxır da, Starlink, nə bilim, nə, SpaceX firması, yəni o unikal firmanın yiyəsindən biridir və dünyaya təsir edən insanlardan biridir. Bugünkü gün filosofiya nöqteyi nəzərindən insanın ən böyük öldürən hisslərdən biri paxıllıq hissidir.
onda var, məndə yoxdur məsələsi. O inkişaf edən insanlarda bu his yoxdur. Biz missiyamızı heç vaxt anlamayacağıq və yaxud onu necə anlamaq olar? Var bir sirri? Qəşəng sualdır. Baxın da, yəni ki, mənim bugünkü gün müəyyən hallarda insan haqqında dediyim cümlələr var, hansılar ki, logika ilə bunu mən bilə bilmərəm. İnsanlar soruşurlar ki, və mən hesab edirəm ki, mənim missiyam insanlara kömək eləməkdir. Yəni Allah Taala bunu eləmək istəyir və mən onun əlində olan bir instrumentəm. Yəni bəzi hallarda bizim həyatımızda müxtəlif insanlar çıxıb bizə kömək eləyən. Mənim həyatımda o qədər adam olub ki, təsadüfən çıxıb və sonra bəzisi heç görməmişəm ondan sonra. Alximikdə yazılan, əgər oxuyanda, əgər onu bir maraqlı frazalar var ki, orada qarşısına çıxan peyğəmbər deyir ki, Allah Taala, onlar mən bir də çıxım onun qarşısında onu görüm də. Halbuki onların missiyası bir dəfəli idi də. Ola bilsin ki, bu missiyalar bizim üçün olan məsələlərdir. Giyena, əgər o lazımsız o ətləri yeməsə zircibili, həyatda gör nə qədər xəstəliklər baş verə bilər. Onun missiyası da ondan ibarət. Amma hər kəs özü-özün anlamağa çalışsa, daha rahat başa düşəcək. Bəzi adamlar anlamağa çalışmırlar, elə olduğu kimi də yaşayırlar da yəni. Ola bilsin onların missiyası da odur. Sonra sizdə belə bir diqqətimi çəkən mövzu var. Yetkinlik və reaktivlik haqqında. Oy, bu insanlardır. İnsanlar, yəni ki, bugün 99% insanlar reaktiv reaksiyalarla yaşayır. Reaktiv reaksiya nədir? Elnurə xanım səhər-səhər durub, kefi yaxşıdır, yaxşı yuxu görüb, durdu ayağa və telefonu götürdü, baxdı ki, bankdan borc bildirişi gəlib, ondan sonra hardasa nəsə baş verib, işə çağırırlar onu və aktiv olaraq başlayır bu mesajlara reaksiya verməyə və həmin o mesajlar, həmin o gələn bildirişlər Elnurə xanımın kefin pozurlar. Bu reaktiv insanlardır. Reaktiv insanlar baş verən hadisələrdən asılı olan insanlardır. Mən buna dərhal reaksiya verməliyəm, mən həll eləməliyəm və bu insan öz həyatını bağlayır gündəlik baş verən hadisələrə. Siz əgər bir baxsaz ki, diqqət eləsəz, ya bilmirəm indi siz o vəzifəli insanlardır və yaxud da ki o varlı insanlardır. Bunların heç bir zaman pis bir mudda olmurlar bunlar. Bunların ümumiyyətlə hal əhvalı həmişə yaxşı ilə əla arasında olur. Yəni bunlara ətraf mühit heç bir təsir göstərmir. Ona görə də insanlar reaktivlikdən yetkinliyə keçməlidirlər. Ən yaxşı metod bunu eləmək üçün səhər yuxudan duranda bir 10 dəqiqə telefona toxunmadan özün-özünə deyirsən ki, heç bir bugünkü baş verəcək hadisə mənə təsir eləməyəcək. İnsan özün hər situasiyanı nəzarətdə saxlayan adam kimi baxmalı deyil. Sizin əgər həyatınız stres şəklindədirsə, sizin seçdiyiniz insanlar, kommunikasiya elədiyiniz, baş verən hadisələr hamısı sizin o stres halına uyğun olan insanlardır. O birisi insanlar sizdən qaçacaqlar. Maraqlı bir fikriniz var. Mənə elə gəlir ki, bu şüar olmalıdır. Yeni neft anlayışı, rəqəmsal dünyadan danışırıq yəqin ki və neft deyəndə yəqin ki, gəlirli sahə nəzərdə tutursunuz. Xüsusilə Azərbaycan iqtisadiyyatda nə qədər əhəmiyyət daşıyır, nə deməkdir ümumiyyətlə? İstəyirdim soruşum sizdən. Azərbaycan ümumiyyətlə bugünkü gün, yəni müstəqillik qazanandan sonra bugünkü gün dünyaya satdığı məhsulun ən çoxu neft və qazdır. Dünya iqtisadiyyatına elə bir ciddi bir töhfə verə bilmirik. Əgər biz sənayedən danışırdıqsa, Sovet sistemi dağılandan sonra sənaye sistemi dağıldı. Sovet sistemi nə cür qurulmuşdu da? Müxtəlif respublikalarda müxtəlif zavodlar, fabriklər var idi, hansı ki, bir-biri üçün xam mal istehsal edirdilər və bir sikl yaranmışdı. O sikl dayandı və ondan sonra heç kim o sənaye inkişaf elətdirməyin üstünə düşmədi. Və bizdə artıq neft müqaviləsi bağlanandan sonra neftin arxasında getməklə qeyri-neft sektorunun inkişafında ciddi suallar var. Nə deyilməyindən asılı olmayaraq bugünkü gün bizdə orada suallar var və suallar çox asan suallar deyil. Süni intellekt məsələsi hamını bərabərləşdirir. Məsəl üçün, bugün Çinlə rəqabət aparmaq mümkün deyil də istehsaldan. Orada insanların sayı çoxdur və məhsulun maya dəyəri aşağıdır. Bugün Avropa maşın istehsalçıları mübarizə aparmaq mümkün olmayan vəziyyəti başa düşürlər. Hətta onların vergilərini artırsalar da onların maşınları daha ucuz başa gəlir. Amma süni intellektdə faktiki olaraq istənilən ölkə əgər infrastruktur yaratsa, qabağa düşə bilər və çoxlu pul qazana bilər. İndi nə çatmır bunun üçün? Adam, insan. Mən həmişə yadıma salıram, cənab prezidentin ilk dəfə, yəni prezident olandan sonra qəbul elədiyi konseptlərdən biri neft kapitalın insan kapitalına çevirəcəyik. Ümumiyyətlə bunun əsasında çoxlu təhsillə pul qoyulub, insanların inkişafına pul qoyulub. İndi bu nöqteyi nəzərdən
biraz fərqli yanaşmaq lazımdır. Hansı insanlar lazımdır, hansı insanlara investisiya qoyulmalıdır və bunu nə etmək lazımdır ki, bu Azərbaycan çox xeyirli olsun. Mən keçən dəfə Təhsil Nazirinə açıq məktub yazdım video ilə bağlı öz kanalımdan. Xankəndində niyə texnopark yaradılmır universitetin nəzdində? Yəni faktiki olaraq bu xarici ekspertləri cəlb eləyə bilər, xarici texnologiyaları gətirə bilər. Bütün bunlar hamısı dildə asant görsənir. Mən tam anlayıram ki, mən dediyim məsələni eləmək asant deyil. Amma ən böyük problem odur ki, sabah hətta yaradanda da öz tanışların qoyurlar müdür və hansı ki başa düşmür ki, o texnopark nədir? Sual nöqteyi nəzərindən də. Ona görə də bugün Azərbaycana gələcəyi görə bilən adamlar lazımdır. Hansı adamlar lazımdır ki, gəlib orada oturub bəli baş üstə deməyəcəklər, hələ ki sözü eşitmədən. Hansılar ki, verilən tapşırığı hansı istiqamətdə getməyi lazım olduğundan daha yaxşı başa düşəcəklər. Bizim o Sovet sisteminin qalıqları hansı ki bugün də var, olmaz. Bu prinsiplə yaşamaq olmaz. Steve Jobs'un dediyi məsələ ki, ağıllı adamı işə götürüb ona nə edəcəyini demək olmaz. Ona qulaq asmaq lazımdır. Bir hadisə yadıma düşdü. O vaxt eşitmişdim, həmin adamı tanımırdım. Türk liseyindən bir uşaq Amerikaya, MIT-yə qəbul olunub, amma pul yoxdur da getməyə, yazıb ki, pulum yoxdur gəlməyə. Oradan yazdılar ki, biz sənə scholarship veririk, amma sən gəl. Bunun bilet almağa pulu yox idi. Bu adamın biletin müəllimlər yığışıb almışdılar. Yəni eşitdiyim söhbətdə. Bir neçə ildən sonra bunun yaratdığı startupı Google şirkəti almışdı, mən bilən 3 milyona və ondan sonra onun kapitallaşması hara gedib çıxmışdı. Yaxşı, həmin adamlar burada olarkən niyə bunlara qiymət qoyulmur? Niyə bugün gənclərin içindən axtarılıb talantı olan insanlar tapılmır? Hansıların ki, düşüncəsi tamam fərqlidir. Elşən müəllim, bəs bu Azərbaycanda daha çox hansı sahələrdə süni intellekt fayda verə bilər? Birinci, dövlət idarəçiliyində. Ən vacib olan məsələ dövlət idarəçiliyidir, orada. İkinci məsələ, xüsusi servislərin yaradılıb xaricə satılmağı. Yəni, Azərbaycanlıya satmağa ehtiyac yoxdur da bunu. Azərbaycanda onsuz da pul ehtiyatları o qədər çoxdur. Əgər qiymətləri ucuzlaşdırarsansa, hə. Məsəl üçün, bugün mən eşitdiyimə görə, oxuduğuma görə insanlar əmək haqlarının 80%, 85%-nə qida məhsulları alırlar. Yəni, bu halda sən bu millətə nə satasan işte, onun olsa pulu qalmayıb. Amma sən bunu xaricə satsan, ölkəyə valyuta gətirəsən. Valyuta gətirəndə faktiki olaraq iqtisadiyyatı inkişaf elətdirmək olar. Həmin orada yeni işçilər götürmək olar və daha çox maaş vermək olar. Yəni, faktiki olaraq bugünkü gün xaricə satılan, eksport oluna biləcək servislər təyin olunmalıdır. Dedilər, Albaniyada süni intellektlə işləyən nazir var imiş və o həbs olundu. Bu nə məsələdir? Necə analiz edirsiniz bu xəbəri? Albaniyada o nazir təyin olunanda ümumiyyətlə həmin onların parlamentində ciddi suallar var idi, dava qırğın düşmüşdü və normal məsələdir. Mən həmişə demişəm və indi də deyirəm ki, süni intellekti idarə edən insandan asılıdır. Nəyi deyibsə onu da eləyir. Faktiki olaraq deməli, əgər orada ağıllı yanaşılsa, o süni intellekti idarə edən insanları tutmaq lazımdır. Onlar onu... Yəni, süni intellektin günahı yoxdur, hə? O nazirin günahı yoxdur. Baxın, yəni ki, təklif məsələsi. Amerikada rüşvəti təklif eləyənə daha çox iş verirlər, nəinki alana. Stimullaşdırma məsələsidir. Elə yəni, o oradan götürsək bəs eləyir, ümumiyyətcə. Siz o xəbəri araşdırdınız? Yəni, konkret olaraq o nazir nədə ittiham olunur, süni intellekt? Orada nəsə Bitcoin-lə bağlı məsələ idi. Mən oxudum, güldüm və çox içində dərinə getmədim. Orada məsələ nə idi də? O tutulmamışdan qabaq tip o süni intellekt, onu dekret məzuniyyətində göndərmişlər, amma 6 aylıq. Yəni, onu aradan çıxartmaq lazım idi. Baxın, yəni ki, Albaniya balaca, yəqin ki, çox fantaziyalı ölkədir. Onu birinci tətbiq eləməklə nə cürsə formada getməyi lazım idi. Yəni, onu logika şəklində gətirib çıxartdı ora. Prinsip nöqteyi nəzərdən baxanda ki, yəni, doğrudan da çox belə maraqlı ölkədir, çox gözəl xalqı var. Kreativ ölkədir, mən deyərdim. Albanlar ümumiyyətlə Avropanın çox ölkələrində var və onlarla danışmaq çox rahatdır. Çox gözəl xalqdır. Bu süni intellektlə bağlı məsələdə bu biraz zarafat kimi göstərilir. Yəni, hətta onun təyin olunmağı da düzgün olan bir şey deyil idi. Ona elə bir ciddi fikir verməyə ehtiyac yox. Süni intellektin gələcəyini Azərbaycanda necə görürsünüz? Süni intellektin gələcək məsələsi bugündən asılıdır. Baxın da, yəni ki, əgər insan pomidor əkirsə, sonunda heç vaxt alma yiyəməyəcək, nə də banan yiyəməyəcək də.
Ona görə də bugünkü gün hansı addımların atılacağı görsənmir hələ. Ümumi vektorlar görsənir, amma ciddi görsənmir onların. Heç bir ki, nələr eləmək mümkündür. Texnologiyalardan daha çox insan kapitalı lazımdır. Çoxlu iqtisadi zonalar görürəm yaradılmış da. Niyə o iqtisadi zonalara insanlar cəlb olunmur xaricdən? Niyə xüsusi iqtisadi zonalar yaradılıb, startaplara imkan yaradılmır ki, xaricdən gəlib orada istifadə eləsinlər? Məsəl üçün götürsək ki, elektrik enerjisi ucuzdur, hansısa bir dağ rayonunda hansı ki, infrastrukturu qurmaq mümkün deyil, orada bir dənə yekə bir texnopark yaratsınlar. Və o texnoparka başladı o Qarabağ zonasında. Ora şirkətlər gələndən sonra infrastruktura milyonlar yatırılacaq və Azərbaycan pulları olmayacaq. Amma yəni ümumiyyətlə götürüləndə velosiped fabrika açılır, zavoda açılır, nə açılır, sonra bağlanılır. Bütün bunlar hamısı ən çox imitasiyaya yönəmli bir işlərdir. Dövlət kifayət qədər pul ayırır, prezident kifayət qədər diqqətdə saxlayır. O işçilərin çoxu hamısı bəli baş üstə məsələsidir. Mən bugün kontaktda olduğum insanların bəziləri oturduğu vəzifədə yox, orada olan vəzifədə özünün katibəsinə oturmağa uyğun olmayan adamlar var. Müəyyən hallar var ki, katibələr bütün prosesləri həll eləyirlər. Yəni heç cəmaatın xəbəri yoxdur. Onlar yəni ümumi belə baxanda yəni ki, baş verən proseslərə müdaxilə edib və qərarları verirlər. Mənim Azərbaycandan köçəndə 2013-cü ildə trendə bir dənə müsahibəm olub. Bu gün də həmin o saytda qalır o. Mən Avropa ölkələrinə İlham Əliyev kimi lider arzulayıram. Mən Transmontana ilə bağlı məndən intervyu götürmüşdülər. Onu halda demişdim ki, xarizma məsələsi, yəni belə baxanda Koldan sonra, yəni ümumiyyətlə Almaniyada olmayıb, sonra Fransada o birisi ölkələrdə son hadisələr və Azərbaycan torpaqlarının geri qaytarılması, siyasi məsələlərdə Azərbaycanın elədiyi hərəkətlərin heç kim təkrarlamayıb və təkrarlamayacaq da ola bilsin ki, Azərbaycan doğrudan ciddi qələbə qazanır. Amma gəlin götürək ki, biz texnologiya və iqtisadiyyat sahəsində niyə bunu təkrarlaya bilmirik? Yəni faktiki olaraq bu artıq Nazirlər Kabinetinin və nazirlərin işidir. Süni intellektin gələcəyi lazım deyil, Azərbaycan gələcəyi vacibdir. Və Azərbaycan gələcəyi üçün düzgün strategiya qoymaq lazımdır. BlackRock şirkəti bugünkü gün Ukraynanın gələcəyini həll edir. Və o günü görüşlər zamanı baş naziri Ukraynanın Amerikada görüşlər keçəndə BlackRock'un prezidenti ilə görüşür. BlackRock adi şirkət, adi deyəndə 13 trilyon dollar vəsaiti idarə edən şirkət, amma bunun bugünkü gün görüşməyi o deməkdir ki, Ukrayna artıq infrastruktur kimi bir hissəsi BlackRock'a veriləcək və onlar ora pul qoyacaqlar. Faktiki olaraq BlackRock bugünkü gün Azərbaycanla maraqlanır, yox. Heç Azərbaycan o da lazımdır. Amma heç olmasa müəyyən parametrlərdə baxmaq lazımdır ki, dünya hansı istiqamətdə getməyə çalışır. İqtisadiyyat bugün birbaşa siyasətdən asılıdır. TikTok'un Amerikadakı filialının satılması üçün təmsilçisinin Amerika prezidenti ilə Kitayın rəhbəri bir-biri ilə razılığa gəldilər. Biz adi TikTok'dan da danışırıq. Nvidia şirkətinin çipləri Çinə satmaq üçün Amerika prezidenti icazə verməlidir. Bütün bunların hamısı nəyə gətirir, çıxardır? Və Ukraynanın özünün müharibədə təmin eləyə bilməməsi ona gətirir, çıxardır ki, gələcəkdə dost məsələsi yoxdur dövlətlər arasında. Və müəyyən zamanlarda ciddi suallar ola bilər. Ona görə də Azərbaycan özün tam şəkildə təmin eləməyi bacarmalıdır. Həm süni intellektlə, həm ona uyğun olaraq, yəni infrastrukturla və qida təhlükəsizliyi və bir çox məsələlər. Azərbaycan daha yaxşı yerlərdə ola bilər. Və orada mən səhətdə deyim ki, qanunvericilik cəhətdən biz bir çox ölkələri qabaqlamışıq. Amma iş görmək sahəsində imitasiya bizi qabağa getməyə qoymur. Mən Azərbaycanı sevirəm və ona görə də bütün bunları deməkdə də məqsəd tənqid eləmək deyil. Ola bilsin ki, oyatmaqdır. Bəlkə də sos qışqırmaqdır. Mənə bu yaxında bir rəhbər insanlardan biri dedi ki, sən mənə deyir, çoxlu belə hissləndirici mesajlar yazsan, nə olsun ki, vaxt gedir getsinlər. Bütün bunlar hamısı doğrudan da hərdən həm gülməli olur, həm ağlamalı olur, amma eləyə biləcəyimiz bir şey yox.